kapitalizmin ən gözəl qaydası mən belə düşünürəm. Odur ki, insanlar nəyi qazanır, ona yaşamalıdır. Mən əgər 1000 manat maaş alıramsa... Düzəldiyim ondan sonra? Yox, hara düzəldi? Ehtiyat fondu olmalıdır. Dünyada belə qəbul olunub. Bir ailənin ən az 6 aylıq yaşamasını təmin edəcək qədər maliyyəsi olmalı. Ondan sonra sən zövq məhsulları ala bilərsən. Bir saniyə sual verim. Söhbət hansı rəqəmdən gedir Azərbaycan gerçəkliyi? Bizim gerçəklikdə məsələn 6000 manatdır. Təxminən, əgər arxada 6000 minimum heç olmasa, sənin bir evdə bir yatırın olmalıdır və yaxud da davamlı olaraq olmalıdır ki, biz elə force major qlobal problemlərdə özümüzü sığortalaya bilək. Elə ailələr var ki, orada paltar yuyan maşını olmazsa və ya da qab yuyan maşını olmazsa, o böyük bir, yəni qadının üzərinə və ya da ailə üzvlərinin üzərinə yük düşür. Bu isə vaxtı-vaxtına yenilənməlidir. Bəli. Soyuducu da o cümlədən. Amma müəyyən hədlər var. Kondisioner də həmçinin. Yəni bütün bunlar da puldur da. Yəni biz axı amma o hər gün yenilənəcək bir əşya da deyil. Hədlər var da. Biz demək hər gün götürülür. Yeni nəticə almaq, yəni effektiv, optimal istifadə etmək. Minimum onların yenilənməsi 10 il aparır. O məcburi xəstələrdə də yaxşı. Xarab oldu, dəyişməlisən, düzəltməlisən. Bu başqa şeydir. Amma ola daha yeni model çıxıb deyə mən bunu almağım artıq özünü təhlükəyə atmaq deməkdir. Yəni force major hallarda ki, saxladığın ehtiyat ora gedəcək və ya qazanacağın pul ora gedəcək. Avtomobil məsələsində bayaq toxunmaq istəyirdim. Deməli dünyada da belə qəbul olunur ki, avtomobilə verdiyin pulun dəyərinin ən azı 2 qatı evdə olmalıdır ki, sən avtomobil alasan. Yəni sən 20 min manatlıq maşın almaq o halda ala bilərsən ki, sənin 40 min manatın var. Sizin maşınınız var? Var, bəli. 13 il bundan qabaq almışam, çox ucuz qiymətə, köhnə ucuz maşındır. Dəyişmək istəmirsiniz? 12 ildir idarə edirəm, 8000 manata köhnə model bir maşındır. Amma az xərcli, qənaətçil, effektiv bir maşındır. Niyə dəyişməliyəm ki? Yəni görüntüyə görə, gözəlliyə, artistliyə görə niyə bunu dəyişməliyəm? Nəqliyyat vasitəsi kimi baxmaq lazımdır avtomobilə. Eləcə də telefona, məsələn, mən sizə inandırım ki, 500 manatlıq telefonda mən istənilən əməliyyatı aparıram. Fasiləsiz olaraq onlarla sosial şəbəkə kanalları idarə edirəm, verilişlər montaj edirəm, bütün əlaqələrimi qururam. Nə oyun desəz çıxardıram 500 manatda. Mən niyə gedib 2500 manatlıq almalıyam ki? Sizin telefon neçəlikdir? Telefonum bahalı deyil, 800 manat almışam. Böyük bir, onu da krediti almışdım. Bəli. Son kreditim oydu. Mənim kreditim yoxdur, artıq ikisi müəyyənləşdi. Yoxdur. Onu mən çox... Yox, bir dənə, çoxdan 2012-ci ildə maşın almışdım. Onda o krediti almışdım. Bu telefonu da məcbur oldum, çünki telefonum yandı. Məcbur gedib tez tələsik onu almağa məcbur oldum. Çünki telefonla bizim işimiz alınmaz, telefonsuz. Mən bir şey demək istəyirəm Elçin Bayramlının fikrinə. Həyat elə bir şeydir ki, Elçin müəllim, mən bunu almışam, artıq bunu dəyişməyəcəm deyə bir anlayış yoxdur. İnsan həyata bir dəfə gəlir və bunu gözəl yaşamaq istəyir. Məncədir. O bizim insan evladının... Yox, heç o optimallık. Baxın, bugünün gənci olsun, bugünün xanımı olsun, bəy olsun, hamı necə yaşamaq istəyir? Mən şəxsən belə o fikirdəyim. Bəli. İnsan gözəl yaşamaq istəyir, istirahət istəyir, gözəl geyinmək istəyir, yaxşı yemək istəyir, restorana getmək. Bunun hamısı da maliyyədir. Və mən sizin o fikrinlə minimalist olan insanlar da heç vaxt qabağa getməyəcəklər. Yəni məsələ budur ki, siz elə mən 8000-ə maşın almışam. Mən demirəm, belə 8000-ə maşın almışam, mən bunu heç bir halda dəyişməyəcəm deyə bir qanun yoxdur. Maksimalist yaşamaq sizin azadlığınızı əlindən alır. Sizi çox işləməyə məcbur eləyir. Sizi başqalarının qarşısında əyilməyə məcbur eləyir. Sizi təhlükələrə, risklərə girməyə məcbur eləyir. Minimalist yaşamaq xoşbəxtlikdir. Heç kimdən asılı olmadan, azad olmadan, sərbəst sərbəst. Mən razı deyiləm. Maksimalist yaşamaq istəyən insan daha çox çalışmalıdır. Kapitalizmin əsas şüarı odur. Maksimalist yaşayışı təbliğ eləmək ki, hamı istehlak çılğınlığı baş versin. Hamı dayanmadan nəsə alsın. Xeyr, hamı getsin, iş qursun, getsin, işlə məşğul olsun. Çaşqı xarab olmayıbsa, niyə bunu almalısan ki? Bu funksiyasını yerinə yetirir də. Belə bir şey yoxdur. Axı bunun dəbiq edir. Baxın, bizim dövrümüzdə belə çaşqalar var idi. Yox, bu daha gözəldir. Bizim dövrümüzdə dəmir stəkanlar var idi. Dəmir çaşqalar var. Məsələn, bunun görüntüsü daha gözəldir. Mən sevdim bu çaşqanı. O çaşqaya görə gedib baş əyirsiniz kiməsə? Yox, niyə baş əyirəm? Mən işləyirəm, həyat səviyyəmi, bəs əhalinin sosial rifahının yüksəldilməsi üçün bu qədər dövlət proqramı. Hər şeydə belə yanaşsınız, bütün məhsullarda ən yaxşısından bahasını almaq. Yox, məsələ bahalı deyil. Mənim evimdəki xaladenik 10 ilin xaladenikidir. Soyuducu. Hə, çox üzr istəyirəm. Soyuducu 10 ilin soyuducusu. Xarab olmayıb işləyir, normalda yerində dayanıb da. Onu təzəsi çıxıb deyə gedib ona bu dəqiqə pul verməyə də ehtiyac yoxdur. Yəni onsuz soyudacaq da başqa, amma telefon başqa nəsə eləyir. Amma elə bir şeylər var ki, insan o gözəlliyi görmək istəyir. Normal hallar var ki. Yəni mən çox üzr istəyirəm ifadəmə görə, inana bilməyərəm ki, sizin evdəki xanım da məxsusi sizlə bu fikrə qatılır. Qatılmaz. Çünki xanımlar evini həmişə gözəl düzənləməyi sevir, gözəl əşyalarla bəzəməyi sevir. Tutaq ki, yox, başa düşürəm, indi hər şeyin ucuzu da var. Gözəli, bax bunun
500 manatlığı da var, 5 Bax, manatlığı mən da onu var. demək istəyirəm. Qızıl orta ən yaxşısıdır. Nə ən ucuzuna O getmirsən, nə də ortanı ən hər kəs, sən o bahalısına atalar məsələ var, ayağını yorğanına görə uzat. Hər kəsin öz Maksimalist yorğanı. ayağını yorğanına görə uzatmır, ayağını istəyinə görə uzadır. Yox, maksimalist arzular olsun, amma sən öz yorğanına görə mən yenə də deyirəm, 500 manatlıqla 5 manatlıq eyni şeydir, amma keyfiyyət olaraq fərqli ola bilər. Amma gözəllik olaraq o eyni şey ola bilər də. Sən bunu ən azından evinə gətirmək imkanın ola bilər. Hörmətli iqtisadçımız, biz bu iki bizim vətəndaş mövqeyində duran minimalist və şəxslərə maksimalist fikirlərin hər ikisi özünə görə düzdür. Sadəcə olaraq bu yenə dediyim mən kimi əslində ikisini də individualdır. yanlış sayıram, amma buyurun. İndividualdır. Yəni kim üçünsə o sədd yoxdur, belə deyək. Yəni insan özünün artıq psixoloji durumu qərar verir ki, o hansı yolu seçir. Heç kim də heç kimin belə deyək qınamamalıdır, sən ya maksimalist və digər də əksində qınamamalıdır, sən ya minimalist yaşayırsan. Bunu bir fərdi olaraq hər bir kəs özü təyin edir. Və müəllimin qeyd etdiyi kimi əgər kiminsə ehtiyatında, zapasında belə deyək, ehtiyat fondunda yetəri qədər pul varsa, o niyə gedib kredit götürür? Ümumiyyətlə əlbəttə ki, gedib götürməz. Bu gün götürülən kreditlər yenə dediyim kimi ehtiyacların formalaşmasına əmələ gəlir. Bir Təkcə ehtiyaclar deyil. Ehtiyaclar Sonra arzulardır, istəklərdir. ehtiyaclar elə o da belə deyək də bir baxır sosial mediada bayaq dediyim kimi baxır, görür kimdəsə, necəsə. Məsələn adamlar var ki, ümumiyyətlə onlar hesablayırlar ki, öz yığdıqları pullar ilə məsələn yayda gedib heç yerdə istirahət edə bilməzlər. Amma hazır tur paketlər var. Onu satır, o adam gedir istirahətə 12 ayın ərzində həmin pulu da bağlayır. Burada pis bir şey yoxdur. Yəni adam gedir, haqqıdır onun. İlin 9 ayını işləyir, yerdə qalan ayını gedib istirahət eləməlidir. Bu yaxşıdır. Bu maksimalizm deyil. Xeyr, bu vacib şeylərdir. Bəli, o yenə gedir, istirahət edir, sağlam psixologiya ilə qayıdır və sağlam işdə sağlam nəticə verir. Amma bir də var ki, məsələn biz şahid oluruq ətrafımızda. Elə adamlar var ki, onun gəliri 500 manatdır, amma gedir, yəni bayaq təkrarçılıq olmasın. Onda bir dəqiqə təkrarçılıq olmasın deyə mən də sual verirəm. Fazil bəyin özü maksimalist yoxsa minimalist? Mən maksimalistəm. Aha. Və mən maksimalistəm. Baş əyirsiniz kiminsə qarşısında. Elçin Bayramı Siz dedi ki, Elçin müəllim, siz Əsla. Elçin Bayramı dedi. Mən yox. o Elçin Bayramı düzgün yanaşma yəni deyil. kredit götürüb baş əymək. Yox, dedi maksimalist. Mən səhv Yəni məcbur oluruq kimisə qarşısında. Məcbur olursan çox işləməyə, çox mübarizə aparmağa, sağlamlığına, enerjini çox Kapitalizm zaten bunu bizdən tələb edir, çox işləmək. İstirahətindən kəsirsən. Bu rejimin Beynin bu çox Mən işləyən, razı bu- deyiləm. Və baş əyirsən. Bunu da dediniz. Bəzi Yox, hallarda bu rejimin dediyimiz Baş əyməkdən də kapitalizmin ona- qaydasıdır. Əgər mənim yetərincə gəlirim varsa, niyə də mən özümü xoşbəxt etmirəm? Bəli, o halda. Niyə də etmir? Niyə də etmirəm özümü xoşbəxt? Əgər Əgər mən mənim yetərincə şansım varsa, gəlirim varsa, bəli. istədiyim bahalı maşını niyə də almayım? Və ya da bahalı telefon niyə də almayım? Əgər onlar məni xoşbəxt edəcəksə və yetərincə gəlirim varsa, imkanım varsa, niyə də bunu etməyim? Və ya da ki, mənim yetərincə imkanım var, yığıram minimalist düşüncə ilə olsam, yığıram, saxlayıram, siz gözəl bir əxlaq söz Yox, o dediniz. doğru Nə üçün deyil. saxlayıram mən onu? Onun üçün bayramı. Axı hər bir Yox, kəsin mən həyatı özü üçün müqəddəsdir. O halda Bir dəfə normaldır. gəlirik həyata.